Müasir dünyada rəqs artıq təkcə incəsənət növü deyil. O, həm də psixoloji gərginliyi azaltmağa, insanın daxili rahatlıq tapmasına kömək edən ən təsirli üsullardan biridir. Söhbət rəqs terapiyasından gedir. Rəqs neyroterapiyası xüsusi yazılmış musiqi sədaları altında və xüsusi təlim keçmiş mütəxəssislərin yönləndirməsi ilə keçir. Musiqinin təsiri ilə bədən hərəkətləri icra olunur və bunun nəticəsində də insanın hər bədən üzvündə harda nə varsa, harda nə bloklar varsa, onların özünü ifadə etməsi, ortaya çıxarılması və transformasiya olması üçündür. İlk baxışdan hər şey sadə görünür. Musiqi səslənir və insanlar sərbəst hərəkət etməyə başlayırlar. Amma bunun arxasında ciddi elmi yanaşma dayanır. Çünki hər insanın bədən dili də yaşadığı psixoloji travmalarda fərqlidir. Mütəxəssis əvvəlcədən o işlədiyi insanları araşdırmalıdır, sorğu-sual etməlidir, hansı narahatlıqları olduğunu bilməlidir ki, ondan sonra rəqs terapiyasına başlaya bilsin. Bəs rəqs insanın ruhuna necə təsir edir? O, bədənin hərəkət imkanlarını necə artırır və fiziki sağlamlığa hansı faydaları verir? Rəqs bizdən koordinasiya və balans tələb eləyir, hərəkət yaddaşı tələb eləyir və ona görə də rəqs ilə məşğul olan insanlarda bu dediyim funksiyalar daha yaxşı olur və hətta yaşlandıqca beyin fəaliyyəti, yəni demensiya kimi bəzi xəstəliklərə daha az tutulur. Əgər sizdə hansısa pasiyentdə hansısa onurğada problemlər var, boyun fəqəri arası disk yırtıqları, beldə bu yırtıqlar varsa, dizdə menisk problemləri varsa, mütləq bu aktivlikdən qabaq həkimi görün, çünki belə bir aktivlik bu problemlərin artıra bilər. Bəzən özünüzü daha yaxşı hiss etmək üçün böyük dəyişikliklərə ehtiyac olmur. Sevdiyiniz musiqini seçin və rəqs edin. Rəqs terapiyasının əsas məqsədi də insanın hərəkət vasitəsilə özünü ifadə etməsinə və daxili gərginliyi azaltmasına dəstək olmaqdır. Unutmayın ki, özünüzə ayırdığınız bir neçə dəqiqə bütün gününüzü dəyişə bilər.